Salam, 106-cı sualın izahına baxaq. 40 işçisi olan müəssəsə 3 kişi və 2 qadın işə götürdükdən sonra kişilərin sayı qadınların sayının 3də 2-sinə bərabər oldu. Əvvəl müəssisədə neçə kişi işləyirdi? Gəlin bunu hesablayaq. Yazıram. Kişi, bir də qadın. Kişilərin sayına x deyirəm, qadınların sayına y deyirəm. Və mənə toplamda deyir ki, 40 dənə işçi var. Yəni, x topla y-im 40-a bərabərdir. Bunu bir yerdə qeyd edirəm. Deyir, müəssisəyə 3 dənə kişi gəlir. X üstə gəl 100, bilmirəm nə qədər kişi var. Yəni, onu x işarə eləmişəm. Və deyir, 2 dənə də qadın gəlir. Qadını da sayını bilmirəm, y-lə işarə eləmişəm, üstünə 2 gəlirəm. Deyir, götürdükdən sonra kişilərin sayı qadınların sayının 3də 2-sinə bərabər olur. Yəni, mənə demək istəyir ki, x topla 3, kişilərin sayı bölünsün qadınların sayına nisbət 3də 2-yə bərabərdir. Və mən burada yazıram. X topla 3-ü bərabər eləyirəm 2k-ya. Biz naturalistlərdə keçmişik. Bu şəkildə yaza bilirəm. İkisi də surətdədir və yaxud da çarpaz şəkildə də vurub yaza bilirəm. X üstə gəl 3-ə 2k desəm, y üstə gəl 2-yə də 3k deyirəm. Baxın. 2k. X üstə gəl 3-ün yerinə 2k yazsam, y üstə gəl 2-nin yerinə 3k yazsam, k-lar gedəcək, 3də 2-yə bərabər olacaq. Yəni, bu şəkildə yaza bilərəm. Sonra nə edirəm? Sonra bunları toplamalıyam. Yəni, x topla 3 ilə y topla 2-ni toplayıram. Yazıram. X topla 3 üstə gəl, y üstə gəl 2 bərabərdir. 2k ilə də 3k-nı toplayıram. X üstə gəl, y üstə gəl. 3 ilə 2-ni toplayıram. 5 bərabərdir. 2k ilə 3k-nı da toplayanda 5k verir mənə. X üstə gəl, y-nin yerinə burada nə verib? 40 verib. Yazıram. 40 topla 5 bərabərdir 5k-ya. 5k da bərabərdir 45-ə. K da bərabərdir 45-i də 5-ə bölsəm 9. K-nı 9 tapandan sonra kişilərin sayı x üstə gəl 3 deyildimi? Burada da mən x üstə gəl 3-ü də 2k-ya bərabər yazmışam. Onu da fərqli rənglə göstərirəm. Burada yazıram. X üstə gəl 3 bərabərdir 2k-ya. Yəni, x üstə gəl 3-ün bərabərdir. K-nın yerinə 9 qoyuram burada. 2 vurulsun 9 da 18 edir. X bərabər olacaq. 18-dən də 3 çıxıram. O da eləyir 15-ə. X-im 15-ə bərabər olur. Yəni, kişilərin sayı 15 nəfər imiş. Burada cavab B bəndidir.